Vaxtınız xeyir olsun əziz şagirdlər. BİM 20 sınaq test toplusundan sınaq 4-ün izahlarına baxaq. Mövzumuz orta əsr Azərbaycan ədəbiyyatı 13-cü əsrdən 16-cı əsrə qədər. Birinci mövzumuz Nəsiminin Sığmazam qəzəli ilə bağlı doğru fikirləri bizdən istəyir. Qəzəl təriqət şeirlərindəndirmi? Bəli. Əruz vəznində ədəbiyyatımızda az istifadə olunan bəhirdə yazılıbmı? Bəli. Söhbət rəcəz bəhrindən gedir. Sufizm müddəalarının izahı verilməyibdir. Hürufi müddəalarının izahı verilibdir. 3 olan variantlar yanlışdır. 1-2 düzdür. Lirik qəhrəmanın əsas fikir ifadəçisi yerindən çıxış edir. Bu da düzdür. Lirik qəhrəman fikirlərinin doğruluğunda tərəddüd deyil, əmindir. Cavab A variantıdır. Növbəti suala baxaq. Şah İsmayıl Xətainin Dəhnamə əsərindəki məşuq obrazı ilə bağlı doğru fikri müəyyən edin. Məşuq obrazının xarakteri haqqında aydın təsəvvür yaranmır, yanlışdır. Məşuqə özünü dini obrazların birinin nəfəsinə bənzədir. Xeyr, orada məşuqə deyil idi, Səba idi. Əsərdə məşuqə obrazı özü haqqında təvazükarcasına danışmır, egoistcəsinə danışır. Məşuqə aşıqın bütün elçilərini hörmət və ehtiramla təbii ki də qarşılamır, hətta birini həbs etdirir. Şair məşuqə obrazını yaradarkən onun gözəlliyinin təsvirinə daha çox diqqət yetirmişdir, doğrudur. Aşıqın daxili dünyasına, məşuqan isə zahiri dünyasına üstünlük yaradıbdır. Cavab E variantıdır. Üçüncü suala baxaq. Klasteri hansı fikirlə tamamlamaq mümkündür? Dastan Əhməd Hərami mövzu baxımından Avesta ilə səsləşən məqamları var. Bəli, bu doğru fikirdir. Orada xeyrin şər üzərində qələbə çalması Avesta ilə səsləşən məqamıdır. İlk müəllifli epik əsər təbii ki səhvdir. Bu müəllifi bəlli deyil. 9 məclisdən ibarətdir. Xeyr, 6 məclisdən ibarətdir. Bu da yanlışdır. Xalq əsərdə Əhmədi zalım və şərəfsiz adlandırır. Xeyr, onu zalım və şərəfsiz adlandıran müəllifdir, xalq deyil. Əsərdə xalq şeir dilinə xas olan ifadələr klassik poeziyalarına uyğunlaşdırmışdır. Düzdür. İnsana yaraşmayan mənfi sifətlə tənqid olunur. Bu da düzdür. Cavab A variantıdır. Növbəti sualımıza baxaq. Nümunədə işlənmişdir. Leyli demə, cənnət içdə bir huridir. Məcnun demə, zülmət içdə bir nurdur. Cənnət, zülmət bir-birlərinə nədir? Təzaddır. Demək ki, burada təzaddan istifadə olunubdur. Təzadımız var. Cənnət isə bir hur kimidir. Təşbehimiz var və demə ifadəsi də içdə bir ifadəsi də təkriri yaradır. Burada cavabımız D variantı olur. 5-ci suala baxaq. Füzulinin söz qəzəli ilə bağlı fikirlərdən hansıları doğrudur? 1. Sözün qiymətini bilən, ona dəyər verən insan özünə dəyər vermiş olur, düzdür. Söz arif insanlara məxsusdur və hansı qəlbdə yanarsa o qəlbi işıqlandırar. Xeyr. Söz sirlər xəzinəsinin qoruyucusudur. Düzdür. Söz dostlar arasında körpü rolu oynayır. Xeyr. Qiymətli sözlər danış ki, öləndən sonra sözlərin hər xatırlandıqca dirilmiş olasan, düzdür. Cavab 1, 3, 5 olacaq. Növbəti sual. Şah İsmayıl Xətainin Dəhnamə əsəri ilə bağlı fikirləri müəyyən edin. Fars dilinə yazılıbmı? Xeyr, bu yanlışdır. Ana dilinə yazılıbdır. Bəli, qafiyə quruluşu AA, BB, CC formasındadır. 2 düzdür. Məşuqə özünü İsa Peyğəmbərin ölüləri dirildən nəfəsinə bənzədir. Bu dediyimiz kimi Səbadır. Yanlışdır. 1 və 3 olan versiyaları silək. 2 düzdür. Sevənləri əbləh adlandıran, onlara gülən aşiq həyatı məşuqəni bağda görəndən sonra büsbütün dəyişir. Məşuqəni bağda görmür ki, yuxuda görür. Bu da yanlışdır. Demək cavab 2-5-dir. Aşiq zülmət gecələrdə ayın ona görünməməsindən şikayətlənir. Bəli, belə bir səhnəni də biz orada görürük. Cavab E variantıdır. 7. Füzulinin Leyli Məcnun poeması ilə bağlı yanlış fikri müəyyən edin. Poemanın yazma təklifini müəllif öz oğlundan alır. Xeyr, rum zərifləri gəlib xahiş edir. Müəllif bəxtə müraciət edib onu vəfasız olmamağa çağırır. Düzdür. Poema mövzusunun götürüldüyü dil, yəni ərəb dilində yazılıb, yanlışdır, ana dilində yazılıbdır. Müəllif bu əsəri yazmağı dərd diyarına səfər kimi qiymətləndirir. Düzdür. Poema səhvi şahlarından birini ithaf edilir. Yanlışdır. Cavab A variantıdır. Növbəti suala baxaq. Eyler-Venn diaqramında doğru fikirləri müəyyən edin. Dəhnamə və Leyli Məcnun poeması. Ana dilində poema janrında yazılıbdır. Aydın məsələdir ki, hər ikisi. Bir olan variantları silək. Əsər nikbin sonluqla bitir, düzdür. Əruz vəzinin Həzəc bəhrində yazılıbdır. Bu da düzdür. Demək cavab A variantıdır. Aşiq eşqin əzab əziyyətindən şikayətlənmir. Səhvdir. Müəllif bu əsəri yazmağı dərd diyarına səfər kimi qiymətləndirir. Bəli, bu doğrudur. Aşıqın kədəri əks olmuşdur. Yanlışdır. Cavab A variantıdır.
9-cu sual. Suli Fəqih və Mustafa Zərrin Yusif və Züleyxa əsəri üçün ortaq cəhdi bizdən istəyir. Orta dövrə aid ilk Azərbaycan poemalarıdır. Xeyr, bundan əvvəl poemamız olubdur. Müəllifi bəlli olmayan Dastan Əhməd Hərami və Qul Əlinin Qıssə Yusif. Məsnəvi forması bax bu düzdür. Fars dilində deyirlər, ana dilindədirlər. 2-4 C variantı düzgün cavab. 10-cu sual. Məhəmməd Füzulinin Leyli və Məcnun poemasında anasının Leyliyə nəsihəti hissəsinə aid deyil. Qız büt kimi bir evdə durması təqdir edilir, düzdür. Qızların həmişə gizli qalmaq lazım olduğunu deyir, bəli, bu da düzdür. Leyli anasına məktəbdən çıxmaq istədiyini deyir, yanlışdır. Anası onu deyir ki, səni məktəbdən çıxardım. Leyli də razılaşır. Qızın aşiq olması qəbahət sayılır, düzdür. Arı namusunu itirmək dəhşətlə qarşılanır, bu da düzdür. Cavab C variantıdır. 11-ci sual. Nöqtələrin yerinə yazıla bilməz. Həbibi və Kişvəri əsərlərində insanı dünyanın gözəllik və nemətlərindən bəhrələnməyə çağırırlar, düzdür. Həbibi və Həqiqi eyni ədəbi dövrün nümayəndələridir, orta dövrdür, düzdür. Kəbi və Dirli Qurbani haqsızlığa, zülmə, ədalətsizliyə qarşı etiraz səsini uzatmışdı. Bax, bu yanlışdır. Nəsimi kimi qəzəl, qəsidə janrlarında yazıblar, düzdür. Füzuli ədəbi əsərlərini yaşayıb yaratmışlar, düzdür. Doğru cavabımız C variantıdır. 12. Cədvəldə qarşısına rəqəm yazılmış hansı fikirlərin yeri dəyişdirilirsə, Füzulinin Məni candan usandırdı qəzəli ilə bağlı yol verilmiş yanlışlıq aradan qalxar. Obraza aid fikirlər. Aşiq haqqında 3 fikir verilibdir. Biz bilirik ki, aşiq səmimi, sədaqətli və cəfakeşdir. Ayrılıq gecəsi keçirdiyi hissləri mübaliğə ilə də təsvir edir. Sadəcə sevdiyi tərəfindən bivəfa adlandırılır, məşuqə üçün keçərlidir. Məşuqəyə də aid olan xüsusiyyət onu sevən insan hisslərindən xəbərsizdir, düzdür və bu 5 amma aşiq üçün keçərlidir. Saf və dərin məhəbbətlə sevir, sevgisi yoluna sonsuz əzab-əziyyətlə qarşılaşır. Cavab 1 və 5 olacaq. 13-cü sual. Orta əsr Azərbaycan ədəbiyyatı ilə bağlı verilən fikirlərdən hansılar doğrudur? Anadilli nümunələr yalnız lirik növdə yazılmışdır, səhvdir. Mənəvi azadlığın müdafiəsinə çağırış motivləri vardırmı? Bəli, var. Ana dil ədəbiyyatımızda yaranma tarixi 14-cü əsr təsadüf edilir, səhvdir. 1 və 3 səhvdirsə elə cavab 2-5 olur. Ana dilli epik məsnəvlər bu dövrdə yazılıb, doğrudur. 4-ə baxaq ki, niyə düz deyil? Allaha çatmaq, qovuşmaq bu dövrdə məhəbbət məzmunu kəsb etmir, yanlışdır, orta dövrdə elə hələ də qalmışdır. Nəsiminin hürufilik görüşlərinin əks olunduğu şeirləri müəyyən eləyin. Burada sığmazamdır. Sığmazamı onsuz da ayrıca keçirir və orada hürufi görüşlərini görürük. Yerdə qalanlar dünyəvi şeirləridir. El-əlvən diaqramına uyğun fikirləri müəyyən eləyin. Şah İsmayıl Xətai və Nəsimi üçün cəhətləri istəyir bizdən. Yalnız lirik növdə yazan Şah İsmayıl Xətaidir. Nəsihətnamə məsnəvisinə Sufi Qızılbaş ideyalarının təbliğinə yer verən Şah İsmayıl Xətaidir. Həm nəzmlə, həm nəsrlə yazıbdır. Heç biri C olan versiyalar varsa onları silək. Yaradıcılar lirik şeirlə başlayıb hər stildə əsər yazıbdır. Biz bunu ortaq götürə bilərik. Əsərlərində sufi görüşlərindən ifadə edən şeirlər də var. Eyni də yazaq. 1B, 2A, 3D ilə E cavab A variantıdır. Keçək növbəti 16-cı suala. Hansı qəzəldə insanın Allaha maddi və mənəvi aləmlə vəhdət fikri əks olunubdur? Bu Nəsiminin Sığmazam qəzəlidir ki, məndə sığar ikən cahan, mən bu cahana sığmazam deyil. Cədvələ əsasən doğru fikirləri müəyyən edin. İzzəddin Həsənoğlu və Şeyx Səfiyyəddin. Dünyəvi məhəbbətin real gözəlin tərənnümünə üstünlük veribdir. Apardı könlümü qəzəlində sufi mistik ideya və obrazlar əksini tapıbdır. Bizə gəlib çatan irsi 4 qəzəldən ibarətdir. İri həcmli divanı Azərbaycan və Rumda məşhurdur. İrfani fəlsəfi düşüncələri qəzəllərində əksini tapmışdır. Ana dilli ədəbiyyatımızın ilk lirik nümunələrinin müəlliflərindəndir. Bəli, doğrudur. Cavab 2, 3 və 5, 6 olacaq. E variantı. Növbəti suala baxaq. 18. Nəsimi yaradıcılığı ilə bağlı yanlış fikirləri müəyyən edin. İlk təriqət şeirləri Sufiyanə olubdur. Bu doğrudur. Bir olan versiyaları silirik. Şairin müxtəlif mövzularda yazdığı əsərlərində fəlsəfi fikirlər önəmli yer tutur. Bəli, bu da doğru fikirdir. Dini mövzularda yazdığı əsərlər var. Bu da doğrudur. Tuyuq janrına rast gəlinmir. Yanlışdır. Təriqət şeirlərində sevgili real gerçəkliyin maddi aləmin yetirməsidir. Təriqət şeirlərində belə bir şey yoxdur. Cavab D variantı olacaq. 19. Füzulinin Leyli Məcnun poemasında Leyli obrazı ilə bağlı hansı fikirlər doğrudur? Baxaq. Onun sevgilisinə cəmiyyət əxlaqsızlıq kimi baxır, düzdür.
Amma Məcnun sevgisinə Leyli biraz sevgisini gizlətmişdi. Tam dəqiq götürməyək. Eşqi hər kəsdən gizlədi. Bax buna görə 2-ni düz götürək. Təbiətə üst tutur. Bu Məcnundur. Məcnuna nisbətən həyatı daha dözülməz olur. Doğrudur. İnsanlar arasında pisliyin çox olduğunu düşünüb Şam, Pərvanə və Ayla danışır. Yox, bunu danışma səbəbi insanlar arasında pisliyin çox olduğu deyil. Sadəcə öz dərdini danışmaq üçün demişdi. Cavab C variantıdır. Keçək növbəti suala. 20-ci sual. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Mərd odur ki, işin tutar mərdilən, əl istəsən keç namərddən əl dilən. Rəmz anlayan, söz düşünən, dərd bilən, aləmlərdə şöhrətlənir, bəllənir. Birinci bənddə nə yazılıbdır? İnsanı mərd, igid, düşünüb danışan, söz başa düşən görmək istəyir. Doğrudur. Rəmz anlayan, söz düşünən, dərd bilən mənasında bu var. Haqsızlığa, zülmə qarşı etiraz səsini ucaldır. Yoxdur. Dirli Qurbanı yaradıcılığına aid şeir nümunəsidir. Düzdür. Klassik şeir nümunəsidir. Xeyr. Qoşma canlıda yazılıb. Bəli, cavab 1, 3, 5 variantıdır. Növbəti suala baxaq. 21. Poema janrının bədii xüsusiyyətləri ilə bağlı hansı fikir doğrudur? Poema daxilində qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də, qəzəllər də verilə bilər. Elə nümunə Leyli Məcnun poemasıdır ki, orada Məcnunun duyğularını qəzəl janrına vermiş olurlar. Bu düzdür. İri həcmli nəsl əsəri poema adlanır. Poema nəzmlə yazılır. Yanlışdır. Poemada hadisələr həmişə bir neçə xətlə inkişaf edir, həmişə deyil. Poemada allegoriyadan istifadə edilmir. Yanlışdır. Poemada təsvir olunan hadisələrin gedişində lirik lövhələrə yer verilmir. Bu da yanlışdır. 22-ci sual. Nizami mövzularında epik şeir örnəkləri yazan nümayəndələrlə bağlı yanlış fikir müəyyən edin. Poema janrında məsnəvi şəklində əsərlər yazıblar, düzdür. Əssal Təbrizidir, Marağalı Əhvədidir, Arif Ərdəbili də yazıbdır, bu da düzdür. Əsərlər əsasən insan haqlarının müdafiəsi mövzusuna yazılıb, düzdür. Fərhadnamə, Mehir Müştəri, fars dilli poeziya nümunələridir, düzdür. Bu mövzularda yazan nümayəndələr əsasən ana dillə yazıblar. Təbii ki, Nizami Gəncəvin davamçıları belə yaza bilməzlər. Cavab E variantıdır, yanlış fikir kimi. 23-cü suala baxaq. Şah İsmayıl Xətainin Bahariyə, Mikayıl Müşfiqin Yağış yağarkən şeirlərinə aid ortaq xüsusiyyətləri bizdən istəyir. Təbiət təsvirləri varmı? Düzdür. Məsnəvi şəklində yazılıb yağış yağarkən məsnə formasında deyil. Göy üzündə qara buludlar təsvir edilir. Bu yağış yağarkən üçün keçərlidir, Bahariyə üçün deyil. Heca vəznindədir yağış yağarkən. Obyekti subyekti münasibət olubdur. Yəni müəllifin duyğuları, hissləri əksini tapıbdır. Bu da düzdür. Cavab 1 və 5 olacaq. 24. Apardı könlümü bir xoş qəmərli Canfazə Dilbər misrası ilə başlayan qəzəli haqqında doğru fikri müəyyən edin. Nə Dilbər? Dilbər şahid, nə şahid? Şahidi Sərvər. Ana dillə yazılıb, müəllif İzzət Nəsənoğludur, düzdür. Real məhəbbət təsvir edilməyibdir. 200 riyakarlıq tənqid olunub, düz olsun. Qədim dövrdə Azərbaycan ədəbiyyatı nümunəsidir. Qədim dövrdə, orta dövrdə aşiq sevdiyini gözəllərin başçısı adlandırılır. Belə bir şey də biz görmürük. Cavab sadəcə 1 və 3-dür. Şah İsmayıl Xətainin Nəsihətnamə məsnəvisinə aiddir. Maariflənməklə Allaha qovuşmağın mümkünlüyü qeyd olunubdur. Xeyr, Allahı sevməklə orada deyir, Allaha qovuşa bilərsiniz. Sufi Qızılbaş ideyalarının təbliğinə geniş yer verilibdir. Düzdür. Əsərdə sanki dünya görmüş, zəngin həyat təcrübəsi olan ağsaqqalın müdrik nəsihətləri eşidilir. Düzdür. Bütün varlıqlar Allahdan qopub ayrılan zərrlərə hesab edilir. Düzdür. Əsərdə Xətainin döyüş təcrübələri yer verilibdir. Əsla. Heç dəhnamədə də biz bunu deyə bilmərik. Məhəmməd Füzulinin söz qəzəli ilə bağlı doğru fikirləri müəyyən edin. Söz olmasa söz sənətkarları gözəl əsərlər yaradıb məşhur ola bilməzlər. Təbii ki, yanlışdır. Söz bir xəzinədir. Ondan düzgün istifadə etmək lazımdır, düzdür. Söz ən çox xoşa gələn bir nigardır. İnsanın könlünü alır, ona həmdəm olur. Düzdür. Əgər hörmətin çox olmasını istəyirsənsə, az danış, çox danışmaq insanı hörmətdən salar. Bu da düzdür. 2, 3, 4-dür, görək 5-i də varmı? 5. Sözdən istifadə edərkən fikrini geniş izah etmək üçün çoxlu sözlər seçməlisən ki, qarşısındakı sən anlasın. Bu yanlışdır. Elə cavab 1, yox. Cavab 2, 3 və 4 olacaq. Əsərlər ilə bağlı uyğunluğu müəyyən edin. Mehir və Müştəri, Dastani Əhməd Harami. Baxaq. Ədalət və insaf, insan haqları müdafiə edilir. Bu Mehir və Müştəridir. Əsərin finalında mənfi qəhrəman qadın tərəfindən öldürülür. Əhməd Haramidir, Güləndam tərəfindən öldürülür. Epik şeir Nizami əllərinə davam etdirilən müəllif tərəfindən yazılıbdır. Bu da Mehir və Müştəri, Əssal Təbrizi tərəfindən yazılıbdır. 5 məclisdən ibarətdir. 5 məclis deyil, 6 məclisdir. Bunu düz götürməyək. Ana dilində ilk epik poeziya örnəyidir. Bəli, bu da düzdür. 1 AC, 2 BE formasında olacaq. Situasiya suallarının cavabını da ekranda yer
yerləşdirəcəm. Oradan suallara baxa bilərsiniz. Uğurlar sizə.